Heydər Əliyev Sarayının böyük zalında tamaşaçılar 60 illik yubileyini qeyd edən xalq artisti Təranə Muradovanı qarşıladılar. Yubiley gecəsi rəqslə başladı və bu balet meisterin həm milli, həm də dünya rəqslərinə və xoreografiyaya olan dərin sevgisini nümayiş etdirdi. Kimlər bu mədəniyyəti, bu çətin və gözəl sənəti təmsil edir, biləcəklər ki, bu sənət bitmir. Bu sənət yaşayır və yaşayacaq. Bu mənim məqsədimdir. Yaradıcılıq kimi yox, rəqs festivali keçiririk. Yeni bir janrda, yeni bir stildə rəqs ifa eləyəcəm. Bu rəqs mən ilk dəfə oynayıram. Yubiley konsertində həm sənətə sevgi, həm də beynəlxalq dostluq ruhu hiss olunurdu. Özbəkistan, Qazaxıstan, Türkiyə və Gürcüstanın tanınmış xoreografları xalq artistini təbrik edərək ona dəyərli hədiyyələr təqdim etdilər. Həqiqətən də sənətkarımıza belə böyük dəyər üçün təşəkkür. Tədbir iştirakçıları Təranə Muradovanın zəngin irsini və sənətdəki yaradıcılıq yolunu böyük heyranlıqla xatırladılar. Təranə xanım yalnız rəqqasədir. Təranə xanım böyük müəllimdir. Onun onlarla şagirdi artıq bütün teatrlarda, rəqs kollektivlərində fəaliyyət göstərir. Biz Təranə xanımla bu yubiley qabağında çox danışdıq. O dedi ki, mən istəyirəm ki, mənim yubiley yaradıcılıq gecəsi olsun rəqs bayramı. Konsert bədii proqramla davam etdi. Bakı Xoreografiya Akademiyasının tələbələri, Azərbaycan Dövlət Rəqs Ansamblının ifaçıları və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası möhtəşəm rəqs kompozisiyaları ilə çıxış etdilər. Səhnədə Qazax gecələri, 7 gözəl və digər rəqslər ifa olundu. Tamaşaçılar hər hərəkətdə sənətin zərifliyini və rəqqasların ustalığını heyranlıqla izlədilər. Arzu Yusif, Kamran Soduyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.